151 milyon manatlıq artım, müavinət və təqaüdlərlə bağlı müjdəli xəbər verildi. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41%, cari xərclərin isə 68% və yaxud 17,1 milyard manat sosial yönlü xərclər olacaq. Report xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev deyib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn il büdcədə 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Orta müddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41% artıb. Cari ilə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır deyə nazir qeyd eləyib.